A və B çox ədədlər üçün uyğunluğu müəyyən edin. Birinci, A kvadrat üstəgəlsin B kubu. A-nın ən yüksək dərəcəsi kubdur və bunu kvadrat olaraq götürsək, əlbəttə ki, x üstü 6 olar. Yəni dərəcə olacaq 6. B-nin ən yüksək dərəcəsi 4-dür və onda kubu olacaq, deməli, x üstü 12. Deməli, A kvadratının dərəcəsi üstəgəlsin B kubu. Burada dərəcə 6, burada isə 12-dir. Ən yüksək dərəcə cəm olaraq götürdüyümüzdə 1 olub. Birincidə uyğun olacaq sadəcə 12. Çünki çox ədədin dərəcəsi onun tərkibindəki bir hədlərdən ən yüksək dərəcəli ilə müəyyən olunur. 1-ə uyğundur C variantı. İkinciyə baxaq. İkincidə yenə A kvadrat vurulsun B kubudur. A kvadratın dərəcəsi 6, B kubun dərəcəsi 12 idi. Hasil zamanı biz qüvvətləri toplayırıq. Yəni 18 olacaq burada dərəcə. İkinciyə uyğundur B variantı. Üçüncüyə baxaq. A kubu üstəgəlsin B kvadratı. A-nın ən yüksək dərəcəsi x kubuydu. Burada ən yüksək bir hədlisi x kubudur. Onda kubunu götürsək, x üstündə 9, yəni dərəcə 9 olar. B kvadratının ən yüksək dərəcəli bir hədlisi x üstü 4-dür. Onda kvadratına baxsaq, bu da bizə x üstü 8 verər. Və A kubu ilə B kvadratının cəmində ən yüksək dərəcə 9-dur. Deməli, 3-ə uyğundur A variantı. D və Y variantlarının hansına uyğun gəldiyinə baxaq. Hasil zamanı biz 3-ün 5-ə hasili, deməli, burada hasil ancaq burada var. 3-ün kvadratı olacaq 9, 5-in kubu olacaq 125. 9-un 125-ə hasili bizə əlbəttə ki, nə 134-ü, nə də 52-ni verməz. Deməli, 2-yə uyğun deyil bu variant. Birinciyə baxaq. Burada A kvadratının olacaq 9 sərbəst ədədi. B kubunda isə 125. 9 ilə 125-in cəmi 134 eləyir. Deməli, birinciyə uyğundur həmçinin D variantı. E variantına baxaq. İkinciyə uyğun gəlmədiyi üçün üçüncü variantı yoxlayaq. A kubu olacaq 27. Çünki sərbəst ədəd 3-dür. Kubu olacaq 27 üstəgəlsin. B kvadratı da 25-in kvadratı olacaq 25. 27 ilə 25-in cəmi 52-dir. Deməli, üçüncüyə uyğundur həm də E variantı.